Ərəslan Sadəcə bu müəllim deyə sosial istədiyi var. şəbəkələrin istifadə vacibdir. Qurban bəy, Buyurun, Ərəslan buyurun. Qurban bəy, mən üzr istəyirəm. Mən gördüm ki, şərhlərdə izləyicilər yazırlar bunu. Aybəniz xanımın, Aybəniz xanımı da salamlayıram, 70% iqtisadi əlaqələrlə bağlı Türkiyə-İsrail münasibətlərində mən 2 rəqəmi səsləndirəcəm. Aybəniz xanım, mən əgər ki, biraz rəqəmləri oxuyanda müəllifət və mənbəyə diqqət yetirmək lazımdır. Mən inanıram, elə adamlar ola bilər ki, hətta yazarlar 90%-dir. Türkiyənin xarici ticarət dövriyyəsi 2023-cü ildə, niyə 23-cü il deyirəm, bunu qeyd edeyim. Çünki o zaman hələ Qəzza konflikti 23-cü ilin sonunda başlayırdı. Və ondan sonra bu, getdi enməyə doğru ticari əlaqələr. Türkiyənin xarici deməli, ticarətində Türkiyə ixracı 232 milyard dollar təşkil edib, onun cəmi 5,3 milyardı İsrailin payına düşür. Yəni söhbət 5%-dən gedir. Xahiş edirəm, bu rəqəmlərdən biraz ehtiyatlı davranaq. Qurban bəy, mən üzr istəyirəm, bir daha bir neçə izləyici yazdı orada münasibət istəyirəm. Vacibdir, bunu demək vacibdir. Çünki mən bildim ki, Aybəniz xanım hansısa rəqəmi səhv salır. Oldu, təşəkkür edirəm. Bir daha üzr istəyirəm. Sağ olun, var olun. Aydındır, yəni Aybəniz xanımın dediyi rəqəm, yəni nəsə bir təsadüfi rəqəm də ola bilər, belə şeylər olur. Siz Aybəniz xanım fikrinizi bitirdinizmi sosial şəbəkələrlə bağlı? Necə? Sosial şəbəkələrlə bağlı fikrinizi bitirdinizmi? Bəli, mən fikrimi bitirdim. Təşəkkürlər. Muhtar bəy, buyurun söz sizdə.